Salam, deməli 6 oktyabr 2025-ci il tarixdə Bakı Heydər Əliyev hava limanından Moskva Jukowski şəhərinə, aeroportuna eniş eləmişik. Deməli bizi Moskvaya keçmək üçün tamajında Jukowskaya hava limanında saxlayıblar, heç bir səbəb olmadan, heç bir kobud qayda pozuntusu etmədən qanunsuzca saxlayıblar, qaldırıblar ikinci mərtəbəyə. Arxadan gördüyünüz qapını bağlayıblar. Dörd tərəfdə kamera nəzarətidir. 3 nəfər Azərbaycanlı, mən daxil olmaqla 3 nəfər Azərbaycanlı var. Gördüyünüz bu şəraitsiz yerdə bizi aç, susuz saxlayırlar. Biz Azərbaycan dövlətimizdən kömək istəyirik. Bizi qanunsuz saxlayıblar burada. Öz dövlətimizə də geri qaytarılma eləmirlər. Heç qapını da açmırlar. Maraqlanmırlar, söz soruşsan layiq ifadələr bildirirlər. Xahiş edirik, bizə köməklik göstərəsiniz. Hal-hazırda görürsünüz, Azərbaycan bizdən əlavə Özbək, Qırğızistan, Tacikistan dövlətinin nümayəndələri də var. Görürsünüz, şəraitsiz yerdə bizi saxlayıblar. Əlimiz, qolumuz bağlı. Nə səsimizi eşidirə bilirik, nə kimdənsə bir söz soruşa bilirik. Hər tərəf, dörd tərəf. Hər tərəfdən, dörd tərəfdən kamera nəzarəti var. Gördüyünüz bu şəraitdə qalmışıq.